Ölkədə devalvasiyadan və neftin qiymətinin kəskin enişindən sonra 2016-cı ilin dövlət büdcəsində hansı sahədə xərclərin azaldılacağı maraqla gözlənilirdi. Nəhayət, Milli Məclisdə büdcənin bugünkü müzakirəsi zamanı məlum oldu ki, hökumət əsasən investisiya xərclərini, yəni infrastruktur layihələrinə ayrılan pulları azaltmaq niyyətindədir. Müzakirələrdən belə aydın olub ki, gələn ilin büdcəsi kifayət qədər qənaətli olacaq. İclasda büdcə ilə yanaşı bir çox məsələlər də gündəmdə olub. Milli Məclisdə olanları daha ətraflı İlkin Kərimov danışacaq. 2016-cı ilin büdcə gəlirləri 14,56 milyard manat, xərclər isə 16,26 milyard manat olacaq. Gəlirlərdə 25,1%, xərclərdə 22,9% azalma baş verəcək. Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan, manatın məzənəsi 1 manat 5 qəpikdən hesablanıb. Milli Məclisdə hökumət nümayəndələri ilə birgə büdcə müzakirələri zamanı deputatlar təklif etdilər ki, hökumət qənaət proqramına keçməlidir. Qeyri-neft sektorunun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verilməlidir. Deputat Vahid Əhmədov manatın yumşaq devalvasiya edilməsini vacib saydı, nəinki şok effekti yaradan 34,5%lik devalvasiya. Maliyyə Nazirinə tövsiyə edildi ki, rayonlarda maliyyə qurumlarında yoxlamalar aparılsın. Əksər hallarda bu qurumlarda korrupsiya və yeyintiyə yol verilir. Bu qurumlar nazirliyin deyil, icra başçılarının əmrini icra edir. Millət vəkilləri digər qurumlarda da ciddi yoxlama keçirilməsini vacib saydılar. Söylənildi ki, Hesablama Palatasının yoxlamaları bir neçə dövlət strukturunda çatışmazlıqların olduğunu üzə çıxarıb. Millət vəkili Zahid Oruç Maliyyə Nazirinə Beynəlxalq Bankla bağlı sual etdi ki, hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankının müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib. Bu hal ölkə iqtisadiyyatına mənfi təsir edib. Halbuki sadə vətəndaşlara kredit verəndə həmin bank kredit məbləğindən az qala 3 qat artıq girov tələb edir. Yekun olaraq Maliyyə Naziri Samir Şərifov sualları cavablandırdı. Bankın sabiq rəhbərliyi tərəfindən çox böyük səhvlərə yol verilmişdir. Törədilmiş əməllərə hüquqi qiymətin verilməsini zəruri edir. Kreditlər verilib, girov təminatı alınmayıb və yaxud alınıbsa da müvafiq həcmlərdə alınmayıb, riskli layihələrə gedilib, müəyyən Mərkəzi Bankın müəyyən normativləri var, bir borc alana maksimum xətt qoyulur və s. bu xəttlər gözlənilir. Nazir yaxın illərdə neftin qiymətinin bahalaşmasını gözləməkdənsə qeyri-neft sektorunun inkişafına təkan veriləcəyini dedi. Neftin qiymətinin daha da aşağı düşmə ehtimalı olduğu halda hökumətin daha ciddi tədbirlərə əl atacağını diqqətə çatdırdı. Lakin gələn il sosial proqramlar icra olunacaq. Həmçinin müdafiə və təhlükəsizlik xərcləri də azaldılmayacaq. İnvestisiya proqramlarının icrasına ayrılacaq vəsaitlər kəskin şəkildə aşağı düşəcək. Yalnız icrasına başlanan proqramlar davam etdiriləcək. Tibbi sığortanın gələn ildən tətbiqinə başlanılacaq. Hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur. O ölkələrdə kəskin dəyişmələr olur ki, orada təxliyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçməsi ehtimal olur. Eyni zamanda kapitalın hərəkəti hesabında. Bizim təxliyə balansı isə hal-hazırda bir tarazlaşdırılmış vəziyyətdədir. Ona görə də bu baxımdan düşünmürük ki, hal-hazırda manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas vardır. Gələn il eləcə də 2017-2019-cu illərdə bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq və məhdudlaşdırmaq, bəzi hallarda isə ləğv etmək planlaşdırılır. Azərbaycan hökuməti tikinti, iaşə və ticarət sahələrində vergi tutulmasını sadələşdirməyi planlaşdırır ki, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Komitə müzakirələrindən sonra büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.